Bir bacıdan sual var. Adı Nur Əlidir. O deyir, mən hicrət edib sənin yanına getmək üçün ərimdən boşanmaq istəyirəm. O inadkardır. Bu mübarək dəvəti qəbul etmir və anlamır. Bəzən danışanda məni lənətləyir və bu mübarək dəvəti lənətləyir. Mən artıq boşanmağa qərar vermişəm. Boşanmalıyam? Bu işin nəticələrini bilmirəm. O inadkar və kafir olaraq qalacaqmı? Hər dəfə boşanmaq istəyəndə bir şey mane olur. Zəhmət olmasa, ey çaşqınlıqda olduğum vaxtlarda mənim rəhbərim, əziz atam, yol göstər. Əvvəllər bir işim olanda istixarə edirdim. Amma səni tanıdıqdan sonra, əziz atam, sən mənim rəhbərimsən. Zəhmət olmasa, əziz atam, mənə cavab ver. Çox vaxt insan dəvətə iman gətirəndə əvvəlcə ailə üzvlərindən müqavimət görür. Ailə üzvləri ya qəzəbdən, ya da həyat yoldaşına görə narahat olduğundan belə düşünür, davranır və ya danışırlar. Düşünürəm ki, başlanğıcda müəyyən dərəcədə müqavimət normaldır. Səbr çox vaxt böyük bəhrələr verir. Bizdə çox nümunələr var ki, insanlar bu dəvətə daxil olublar, həyat yoldaşlarına qarşı səbirli olublar və sonra həyat yoldaşları bu dəvətə qoşulublar. Lakin bir insan elə biri ilə evli ola bilər ki, o küfründə israr edər. Bu sualı verən qadının halında olduğu kimi, yəni bu inanclı qadın bildirir ki, onun əri küfründə israr edir və bəzən dəvətə və ya imama qarşı söyüşlər yağdırır. Bu halda həmin şəxs nasibi, yəni Allaha və onun rəsuluna və dəvətə qarşı qəlbində düşmənçilik və nifrət bəsləyən bir şəxs hesab olunur. Və bu halda İmam Sadiq əleyhissalam Həftüş-Şərif kitabında qeyd olunan bir rəvayətdə açıq şəkildə bildirib ki, əgər bir qadın bir möminin yanına gəlib ona desə ki, ərim nasibidir, ərim dəvətə, imama, bu dinə nifrət edir, mən ondan boşanmaq istəyirəm. O zaman həmin mömin qadının boşandığına şəhadət verməlidir. Yəni, bu o deməkdir ki, əgər ər israrla küfründə qalırsa, qadın onun razılığına ehtiyac olmadan avtomatik şəkildə ondan boşanmaq hüququna malikdir. Bunun səbəbi budur ki, Allah Taala Quran-Kərimdə buyurur: Allah heç vaxt kafirlərə möminlər üzərində üstünlük verməz. Əgər yuxarı əl inkar edən bir kişinin əli, aşağı əl isə iman gətirən bir qadının əlidirsə, o zaman Allah bu inkarçı əli onun üzərindən götürür. Sübhanallah. Deməli, onun imanı onu azad etdi, onu xilas etdi. Onun imanı onu azad etdi və əgər o səbr etmək qərarına gəlsə, bu ona qalmış bir məsələdir. Yox, əgər o dərhal boşanmaq qərarına gəlsə, o zaman mən və möminlər cəmiyyətinin qalan üzvləri şahidlik edirik ki, o artıq boşanıb.